mən həqiqətən pislik eləməyi sevmirəm, ciddən. Çünki mən heç vaxt eləmərəm. Kimsə mənə pislik eləyər, deyər, məsəl üçün mənə çox pis deyər, nə bilim, mənim haqqımda danışar. Çıxaram, yəni onun üzünə deyərəm ki, niyə belə eləyirsən? Yəni, mən sənə qarşı şəxsən belə deyiləm. Mənə qarşı haqsızlıq olanda belə mən haqsızlığı götürmürəm. Gedib, yəni onu taparam, onun sözümü deyərəm də. Sadəcə dəyməz də, yəni onu indi bura ona prim verməyim dəyməz, yəni. Pisdir çünki. Paxıldır. Qəlbi çürüydü. Nə bilim, pis insanlar var da. Mənə də paxıllıq eləyirlər. Mən şokdayam da, yəni bildiyim. Gör, mənə paxıllıq eləyirlər, canım başqalarına Allah bizə nələr eləyir, nə qədər indi paxıllıq eləyirlər. Amma mən heç kimə paxıllıq eləməyi sevmirəm. Gözəllik, çox sağ ol. Mən çox istədiyim insan qısqanaram, düzdür. İnsan çox istədiyi insan bölüşməyi sevir. Durum pislik eləyim, nə bilim, belə eləyim, yox. Uzabaşı ağlayaram. Niyə belədir həyat? Bəzi insanlar niyə belədir bunu? Allah hər kəsin ürəyinə görə versin. Vallahi Allah mənim də ürəyimə görə versin. Mən heç vaxt yancı eləmirəm. Çünki dudağımı həkim eləyim. Kosmetolog. Amma yaxşı insanlar da var da. Həqiqətən yaxşı insanlar çoxdur uşaqlar.